Xəbər verdiyimiz kimi ötən gün Abşeronda baş vermiş ağır qəzada 2 keçmiş futbolçu həlak olub. Lökbatan Qobu yolunda baş vermiş hadisədə həyatını itirən Rauf Ədalətoğlu Hüseynov və dostu Bəhruz İlamoğlu Sultanov futbol məşqçisi kimi Lökbatan və Qobuda yeniyetmələrə məşqlər keçirmişlər. Onlar həm də Qobuda birlikdə avtoyuma məntəqəsi işlədiblər. Qeyd edək ki, hadisə vaxtı Raufun idarə etdiyi Toyota markalı minik avtomobili ilə Mais Ağa Hüseynoğlu Ağaverdiyevin idarə etdiyi Qazel markalı yük avtomobili toqquşub. Nəticədə Hüseynov və onun avtomobilindəki sərnişin Sultanov dünyasını dəyişib, digər sürücü isə ağır xəsarətlər alıb. Xəbər verdiyimiz kimi iyulun 27-sində Quba-Qusar avtomobil yolunda da dəhşətli yol qəzası baş verib. Yük avtomobilinə çırpılan Mercedes C-Class markalı minik avtomobilinin hadisə vaxtı yüksək sürətlə hərəkət etdiyi məlum olub. Nəticədə Mercedesin sürücüsü Quba sakini 1996-cı il təvəllüdlü Adil Qasımov el hadis yerindəcə ölüb. Onun fotosunu təqdim edirik.